Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Məşhur jurnalist və aparıcı Elvin Baskallı xalq artisti Aygün Kəzmovanı ad günü münasibətilə təbrik edib. Xəbər verilir ki, Elvin Baskallının fikrinə görə Aygün Kəzmova müstəqil Azərbaycan incəsənətinin Greenwich meridianıdır və buna qədər də əldə olunan bütün uğurlar məhz onunla müqayisə olunur. Onun sözlərinə görə Aygün Kəzmova təkcə səsi və gözəlliyi ilə deyil, səhnə aurası və səhnədəki mövqeyi ilə də zirvədə qalmağı bacaran nadir sənətkarlardandır. Xəbər verdiyimiz kimi, dünən xalq artisti Aygün Kəzmovanın ad günü olub. Gecədə sənətçini təbrik etməyə ilk dəfə meyxanaçı Namiq Qaraçıqlı da təşrif buyurub. Namiq Qaraçıqlı Aygün Kəzmovanı öpüb qucaqlayaraq onu səmimi hisslərlə təbrik edib. Xalq artisti Aygün Kəzmova yubileyini qeyd edir. Xəbər verilir ki, gecədə bir çox məşhur sima qonaq olub. Xalq artisti Röya Ayxan da Aygün Kəzmovanın partisində iştirak edib və öz mahnılarını ifa edib.